Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin növbəti həftə ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək. Bütün bürclər üçün ulduz falını təqdim edirik. Qoç bürcü, bu həftə enerjiniz yüksək olacaq. İş və şəxsi həyatda yeni qərarlar vermək üçün uyğun zamandır. Maliyyə məsələlərində tələskən davranmayın. Sevgi həyatında gözlənilməz mesaj və ya görüş mümkündür. Uğurlu gün 17 may, uğursuz gün 12 may. Buğa bürcü, sakit və planlı davranış sizə üstünlük qazandıracaq. Ailə ilə bağlı məsələlər ön plana çıxacaq. İşdə yarımçıq qalan işləri tamamlamaq üçün əlverişli həftədir. Uğurlu gün 14 may, uğursuz gün 16 may. Əkizlər bürcü, ünsiyyət bacarığınız bu həftə çox işə yarayacaq. Yeni tanışlıqlar və maraqlı xəbərlər ala bilərsiniz. Yorğunluğa diqqət edin, yuxu rejimini pozmayın. Uğurlu gün 15 may, uğursuz gün 13 may. Xərçəng bürcü, daxili hissləriniz sizi düzgün istiqamət aparacaq. Maddi məsələlərdə ehtiyatlı olun. Köhnə dostlarla görüş və ya barışıq mümkündür. Uğurlu gün 11 may, uğursuz gün 17 may. Şir bürcü, diqqət mərkəzində olacağınız bir həftədir. İş həyatında uğur qazanmaq üçün şanslı dövrdəsiniz. Sevgi münasibətlərində qısqanclıq problemləri yarana bilər. Uğurlu gün 16 may, uğursuz gün 12 may. Qız bürcü, planlı hərəkət etdikcə uğur qazanacaqsınız. İşdə məsuliyyət artsa da nəticə sizi sevindirəcək. Sağlamlığa diqqət yetirmək vacibdir. Uğurlu gün 13 may, uğursuz gün 15 may. Tərəzi bürcü, münasibətlərdə balans qurmaq əsas mövzu olacaq. Romantik sürprizlər mümkündür. Maddi qərarlarda başqalarının təsiri altına düşməyin. Uğurlu gün 17 may, uğursuz gün 14 may. Əqrəb bürcü, gizli qalan bəzi məsələlər ortaya çıxa bilər. İş həyatında rəqabət artsa da üstünlük sizin tərəfdə olacaq. Həftənin sonu daha rahat keçəcək. Uğurlu gün 15 may, uğursuz gün 11 may. Oxatan bürcü, səyahət və yeni planlarla bağlı gözəl xəbərlər ala bilərsiniz. Enerjiniz yüksək olacaq. Lazımsız xərclərdən uzaq durmaq məsləhətdir. Uğurlu gün 16 may, uğursuz gün 13 may. Oğlaq bürcü, karyera ilə bağlı mühüm qərarlar gündəmdə olacaq. Səbirli davransanız böyük fayda əldə edəcəksiniz. Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər. Uğurlu gün 14 may, uğursuz gün 17 may. Dolça bürcü, yaradıcı ideyalarınız diqqət çəkəcək. Dost çevrənizdən dəstək görəcəksiniz. Sevgi həyatında yeni başlanğıclar mümkündür. Uğurlu gün 12 may, uğursuz gün 15 may. Balıqlar bürcü, emosional həftə olsa da institusiya sizə kömək edəcək. İş və təhsil sahəsində uğurlu nəticələr mümkündür. Keçmişlə bağlı məsələləri çox düşünməyin. Uğurlu gün 13 may, uğursuz gün 16 may.